Oğlaq bürcü 29 oktyabr 2025 Oğlaq bürcünün proqnozu. Bugün oğlaqlar üçün hadisələr bir qədər yavaş axsa da, bu temp sənə özünü toparlamaq imkanı verəcək. Günün əvvəlində bəzi qarışıq düşüncələr və qərarsız anlar ola bilər, amma günortadan sonra vəziyyət aydınlaşacaq. Ətrafındakı insanlarla ünsiyyətdə diqqətli ol, bəzən sadə bir söz qarşı tərəf tərəfindən fərqli başa düşülə bilər. Uzun müddətdir içində daşıdığın bir məsələ bugün yenidən ağlına gələ bilər. Onu tam şəkildə çözmək istəməsən də, ən azından hansı istiqamətdə hərəkət etməli olduğunu anlayacaqsan. Hər şeyi birdən-birə dəyişməyə çalışmaq əvəzinə, sakit və təmkinli davranmaq daha doğru olacaq. Günün ikinci yarısında yaxın çevrəndən gələn bir fikir və ya təklif sənə maraqlı görünə bilər. Bunu dərhal qəbul etmək əvəzinə biraz düşün, iç səsini dinləmək bu dəfə sənə ən doğru cavabı verəcək. Axşam saatları öz rahatlığın üçün ayrılmalıdır. Sevdiyin bir film, sakit bir yer və ya sadəcə istirahət, nə olursa olsun, bu zaman sənə enerji verəcək. Bugünün mesajı, hadisələri axarına burax, hər şey öz vaxtında aydınlaşacaq. Sakit qal və içindəki sabitliyə güvən. Dolça bürcü 29 oktyabr 2025 Dolça bürcünün proqnozu. Bugün dolçalar üçün yenilik və dəyişiklik arzusu ön plana çıxacaq. Səhər saatlarından bəri içində bir təravət, bir hərəkət istəyi hiss edə bilərsən. Hər nə qədər planlı davranmağa çalışsan da, bəzən hadisələr səni fərqli istiqamətə çəkə bilər. Qərar verərkən həm ağlının, həm də ürəyinin dediklərini nəzərə almağa çalış. Ətrafındakı insanlarla ünsiyyət bugün xüsusi rol oynayacaq. Kiminsə sözləri səni düşündürə və ya motivasiya edə bilər. Qapalı qalmaq yerinə fikirlərini paylaşmaqdan çəkinmə, bəzən bir söhbət yeni bir baxış bucağı qazandırır. Günün ikinci yarısında enerjin artacaq və bəzi yarımçıq işləri tamamlamamaq üçün bəhanə qalmayacaq. Yeni bir fikir və ya plan ağlına gələ bilər, bunu dərhal həyata keçirmək yerinə biraz müşahidə et. Axşam saatlarında isə səssizlik və rahatlıq sənə yaxşı təsir edəcək. Biraz tənhalığa çəkilib düşünmək həm ruhunu, həm də fikirlərini sakitləşdirəcək. Bugünün mesajı, hadisələrin axışına inan, amma öz yolunu da unutma. Hər şey biraz səbr və açıq düşüncə ilə daha asan olacaq. Balıq bürcü 29 oktyabr 2025 Balıq bürcünün proqnozu. Bugün balıqlar üçün daxili düşüncələr və ətrafdakı hadisələr bir-birinə qarışa bilər. Səhər saatlarında keçmişlə bağlı xatirələr və ya yarımçıq qalan işlər ağlına gələ bilər, amma sakit və düşünülmüş davranmaq hər şeyi yoluna qoyacaq. Günün ortalarında ətrafındakı insanlarla münasibətlər diqqət tələb edəcək. Kiçik anlaşılmazlıqlar ola bilər, amma sözlərini diqqətlə seçmək və başqalarının sözlərini düzgün anlamağa çalışmaq işləri asanlaşdıracaq. Günün ikinci yarısı yeni fikirlər və ya kiçik dəyişikliklər üçün əlverişlidir. Qarşına çıxan imkanları dərhal qiymətləndirmədən əvvəl biraz müşahidə etmək faydalı olacaq. Axşam saatlarını özünə ayırmaq üçün istifadə et. Sakit bir mühitdə düşünmək və ya sevdiyin məşğuliyyətlərlə vaxt keçirmək ruhunu rahatladacaq. Bugünün mesajı, hisslərinə qulaq as, amma hər şeyi tələsmə. Sakit qal və addımla-addım hərəkət et. Qoç bürcü 29 oktyabr 2025 Qoç bürcünün proqnozu. Bugün qoçlar üçün enerji və hərəkətlilik diqqət mərkəzində olacaq. Səhər saatlarında bəzi gözlənilməz vəziyyətlər qarşına çıxa bilər, amma soyuqqanlı və açıq düşüncə ilə hər şeyi yoluna qoymaq mümkün olacaq. Öz iç səsinə qulaq vermək, qərarlarını daha düzgün verməyə kömək edəcək. Günün ortalarında iş və şəxsi həyatla bağlı kiçik qərarlar vermək lazım gələcək. Ətrafındakı insanlarla ünsiyyətdə diqqətli olmaq, sözlərini seçərək danışmaq anlaşılmazlıqların qarşısını alacaq. Yaxınlarınla açıq danışmaq və fikirlərini paylaşmaq münasibətləri daha da möhkəmləndirə bilər. Günün ikinci yarısı planlarını irəlilətmək və yarımçıq qalan işləri tamamlamaq üçün əlverişlidir. Kiçik addımlarla hərəkət etmək və tələsməmək bugün sənə üstünlük verəcək.
Yeni bir ideya və ya fürsət qarşına çıxsa da onu dərhal qəbul etmək əvəzinə biraz müşahidə etmək faydalı olacaq. Axşam saatlarını dincəlmək və özünə vaxt ayırmaq üçün istifadə et. Sakit bir mühitdə düşünmək, sevdiyin məşğuliyyətlərlə məşğul olmaq və ya sadəcə rahatlamaq ruhunu sakitləşdirəcək və yeni günə hazırlayacaq. Bu günün mesajı: hərəkət et, amma tələsmə. Addım-addım irəlilə və hər anın dadını çıxar. Boğa bürcü. 29 oktyabr 2025 Boğa bürcünün proqnozu. Bugün boğalar üçün sakit və düşüncəli olmaq önəmli olacaq. Səhər saatlarında bəzi qarışıq fikirlər ağlına gələ bilər, amma onları tələsik həll etməyə çalışmaq əvəzinə addım-addım irəliləmək daha faydalıdır. Öz hisslərinə qulaq vermək və vəziyyətləri diqqətlə qiymətləndirmək günün əsas açarıdır. Günün ortalarında yaxın çevrənlə münasibətlər diqqət mərkəzində olacaq. Kiçik anlaşılmazlıqlar ola bilər, amma açıq və diqqətli ünsiyyət hər şeyi yoluna qoyacaq. Ətrafındakı insanlara anlayış göstərmək və öz mövqeyini səmimi şəkildə ifadə etmək işləri asanlaşdıracaq. Günün ikinci yarısı işləri tamamlamaq və ya yarımçıq qalan məsələləri həll etmək üçün əlverişlidir. Planlarını bir-birinə qarışdırmadan və tələsmədən irəlilətmək daha düzgün olar. Həmçinin bu zaman yeni fikirlər və ya kiçik fürsətlər səni ruhlandıracaq. Axşam saatlarını isə özünə vaxt ayırmağa sərf et. Sakit bir mühitdə düşünmək, sevdiyin məşğuliyyətlərlə məşğul olmaq və ya sadəcə dincəlmək ruhunu rahatladacaq və günün yorğunluğunu azaltacaq. Bu günün mesajı: sakit ol, diqqətli və mərhələli hərəkət et. Hər şey öz axarında yoluna düşəcək. Əkizlər bürcü. 29 oktyabr 2025 Əkizlər bürcünün proqnozu. Bugün əkizlər üçün ünsiyyət və fikir mübadiləsi ön planda olacaq. Səhər saatlarında düşüncələrin bir qədər dağınıq ola bilər, amma gün irəlilədikcə fikrini aydınlaşdırmaq asanlaşacaq. Öz hisslərinə və intuisiyana qulaq vermək qərarlarını düzgün verməyə kömək edəcək. Günün ortalarında yaxın çevrəndəki insanlarla münasibətlər diqqət tələb edəcək. Kiçik anlaşılmazlıqlar ola bilər, amma açıq danışmaq və fikirlərini səmimi şəkildə ifadə etmək vəziyyəti asanlaşdıracaq. Ətrafındakilərin sözlərini diqqətlə dinləmək də faydalı olacaq. Günün ikinci yarısında yeni ideyalar və ya planlar ağlına gələ bilər. Onları dərhal həyata keçirmək əvəzinə biraz müşahidə etmək və addım-addım irəliləmək daha düzgün olar. Bu zaman kiçik fürsətləri görmək və onları dəyərləndirmək sənə əlavə üstünlük verəcək. Axşam saatları özünə vaxt ayırmaq üçün münasibdir. Sakit bir mühitdə düşünmək, sevdiyin məşğuliyyətlərlə məşğul olmaq və ya sadəcə istirahət etmək həm ruhunu, həm də fikirlərini rahatladacaq. Bu günün mesajı: fikirlərini aydınlaşdır, amma tələsmə. Sakit qal və addım-addım hərəkət et. Xərçəng bürcü. 29 oktyabr 2025 Xərçəng bürcünün proqnozu. Bugün xərçənglər üçün duyğular və düşüncələr bir-birinə qarışa bilər. Səhər saatlarında keçmişlə bağlı xatirələr və ya yarımçıq qalan məsələlər ağlına gələ bilər, amma sakit və düşünülmüş davranmaq hər şeyi yoluna qoyacaq. Öz hisslərinə qulaq vermək və vəziyyətləri diqqətlə qiymətləndirmək günün əsas açarıdır. Günün ortalarında yaxın çevrəndəki insanlarla ünsiyyət önəmli olacaq. Kiçik anlaşılmazlıqlar yarana bilər, amma sözlərini diqqətlə seçmək və başqalarının sözlərini düzgün anlamağa çalışmaq vəziyyəti asanlaşdıracaq. Səmimi və açıq danışmaq münasibətləri möhkəmləndirəcək. Günün ikinci yarısı yarımçıq qalan işləri tamamlamaq və ya yeni planlar qurmaq üçün əlverişlidir. Hadisələri tələsmədən və addım-addım izləmək faydalı olacaq. Həmçinin bu zaman qarşına çıxan kiçik fürsətlər səni ruhlandıracaq. Axşam saatlarını isə özünə vaxt ayırmaq üçün sərf et. Sakit bir mühitdə düşünmək, sevdiyin məşğuliyyətlərlə məşğul olmaq və ya sadəcə istirahət etmək ruhunu rahatladacaq. Bu günün mesajı: hisslərinə qulaq as, amma hər şeyi tələsdirmə. Sakit qal və addım-addım hərəkət et. Şir bürcü.
29 oktyabr 2025 Şir bürcünün proqnozu. Bugün şirlər üçün diqqət və fokus ön planda olacaq. Səhər saatlarında biraz qarışıqlıq hiss edə bilərsən, amma gün irəlilədikcə işləri daha aydın görmək mümkün olacaq. Öz düşüncələrinə və hisslərinə qulaq vermək qərarlarında sənə yol göstərəcək. Günün ortalarında yaxın çevrəndəki insanlarla ünsiyyət diqqət tələb edəcək. Kiçik anlaşılmazlıqlar yarana bilər, amma sözlərini diqqətlə seçmək və başqalarının dediklərini düzgün anlamağa çalışmaq vəziyyəti asanlaşdıracaq. Açıq danışmaq münasibətləri möhkəmləndirəcək. Günün ikinci yarısı planlarını irəlilətmək və yarımçıq qalan işləri tamamlamaq üçün əlverişlidir. Yeni bir fikir və ya fürsət qarşına çıxsa da onu dərhal həyata keçirmək əvəzinə biraz müşahidə etmək faydalı olacaq. Axşam saatlarını isə özünə vaxt ayırmaq üçün istifadə et. Sakit bir mühitdə düşünmək, sevdiyin məşğuliyyətlərlə məşğul olmaq və ya sadəcə dincəlmək ruhunu rahatladacaq. Bugünün mesajı: fokuslan, amma tələsmə. Addım-addım hərəkət et və hər anın dəyərini bil. Qız bürcü. 29 oktyabr 2025 Qız bürcünün proqnozu. Bugün qızlar üçün diqqət və planlı yanaşma önəmli olacaq. Səhər saatlarında bəzi qarışıq fikirlər ağlına gələ bilər, amma sakit və düşüncəli davranmaq vəziyyəti aydınlaşdıracaq. Öz hisslərinə qulaq vermək və qərarlarını diqqətlə dəyərləndirmək günün əsas açarıdır. Günün ortalarında yaxın çevrəndəki insanlarla ünsiyyət diqqət tələb edəcək. Kiçik anlaşılmazlıqlar yarana bilər, amma sözlərini seçərək danışmaq və başqalarının dediklərini düzgün anlamağa çalışmaq işləri yoluna qoyacaq. Səmimi və açıq ünsiyyət münasibətləri gücləndirəcək. Günün ikinci yarısı yarımçıq qalan işləri tamamlamaq və yeni planlar qurmaq üçün əlverişlidir. Hadisələrə tələsmədən və addım-addım yanaşmaq faydalı olacaq. Həmçinin bu zaman qarşına çıxan kiçik fürsətləri dəyərləndirmək sənə üstünlük verəcək. Axşam saatlarını isə özünə vaxt ayırmaq üçün sərf et. Sakit bir mühitdə düşünmək, sevdiyin məşğuliyyətlərlə məşğul olmaq və ya sadəcə istirahət etmək ruhunu rahatladacaq. Bugünün mesajı: sakit və diqqətli ol, addım-addım irəlilə və hər anın dəyərini bil. Tərəzi bürcü. 29 oktyabr 2025 Tərəzi bürcünün proqnozu. Bugün tərəzilər üçün ünsiyyət və balans ön planda olacaq. Səhər saatlarında düşüncələrin bir qədər qarışıq ola bilər, amma gün irəlilədikcə işləri daha aydın görmək mümkün olacaq. Öz hisslərinə qulaq vermək qərarlarında sənə kömək edəcək. Günün ortalarında yaxın çevrəndəki insanlarla münasibətlər diqqət tələb edəcək. Kiçik anlaşılmazlıqlar yarana bilər, amma sözlərini seçərək danışmaq və başqalarının sözlərini düzgün anlamağa çalışmaq vəziyyəti asanlaşdıracaq. Səmimi və açıq ünsiyyət münasibətləri möhkəmləndirəcək. Günün ikinci yarısı yarımçıq qalan işləri tamamlamaq və yeni planlar qurmaq üçün əlverişlidir. Yeni bir fikir və ya fürsət qarşına çıxsa da onu dərhal həyata keçirmək əvəzinə biraz müşahidə etmək faydalı olacaq. Axşam saatlarını isə özünə vaxt ayırmaq üçün istifadə et. Sakit bir mühitdə düşünmək, sevdiyin məşğuliyyətlərlə məşğul olmaq və ya sadəcə dincəlmək ruhunu rahatladacaq. Bugünün mesajı: balansını qoruyaraq hərəkət et, sözlərini diqqətlə seç və hər anın dəyərini bil. Əqrəb bürcü. 29 oktyabr 2025 Əqrəb bürcünün proqnozu. Bugün əqrəblər üçün dərin düşüncələr və emosiyalar ön planda olacaq. Səhər saatlarında keçmişlə bağlı xatirələr və ya yarımçıq qalan məsələlər ağlına gələ bilər, amma sakit və düşünülmüş davranmaq hər şeyi yoluna qoyacaq. Öz hisslərinə qulaq vermək və vəziyyətləri diqqətlə qiymətləndirmək günün əsas açarıdır. Günün ortalarında yaxın çevrəndəki insanlarla ünsiyyət diqqət tələb edəcək. Kiçik anlaşılmazlıqlar yarana bilər, amma sözlərini seçərək danışmaq və başqalarının dediklərini düzgün anlamağa çalışmaq vəziyyəti asanlaşdıracaq. Səmimi və açıq ünsiyyət münasibətləri möhkəmləndirəcək. Günün ikinci yarısı yarımçıq qalan işləri tamamlamaq və yeni planlar qurmaq üçün əlverişlidir. Hadisələrə tələsmədən və addım-addım yanaşmaq faydalı olacaq.
Həmçinin bu zaman qarşına çıxan kiçik fürsətləri dəyərləndirmək sənə üstünlük verəcək. Axşam saatlarını isə özünə vaxt ayırmaq üçün sərf et. Sakit bir mühitdə düşünmək, sevdiyin məşğuliyyətlərlə məşğul olmaq və ya sadəcə dincəlmək ruhunu rahatladacaq. Bu günün mesajı: hisslərinə qulaq as, amma tələsmə. Sakit qal və addımla-addım hərəkət et. Oxatan bürcü. 29 oktyabr 2025 Oxatan bürcünün proqnozu. Bugün oxatanlar üçün enerjini düzgün yönləndirmək önəmli olacaq. Səhər saatlarında biraz qarışıqlıq hiss edə bilərsən, amma gün irəlilədikcə düşüncələrini aydınlaşdırmaq daha asan olacaq. Öz hisslərinə qulaq vermək və hadisələrə sakit yanaşmaq günün əsas açarıdır. Günün ortalarında yaxın çevrəndəki insanlarla münasibətlər diqqət tələb edəcək. Kiçik anlaşılmazlıqlar ola bilər, amma sözlərini seçərək danışmaq və başqalarının sözlərini düzgün anlamağa çalışmaq vəziyyəti asanlaşdıracaq. Açıq və səmimi ünsiyyət münasibətləri möhkəmləndirəcək. Günün ikinci yarısı yarımçıq qalan işləri tamamlamaq və yeni planlar qurmaq üçün əlverişlidir. Qarşına çıxan fürsət və ideyaları dərhal həyata keçirmək əvəzinə biraz müşahidə etmək faydalı olacaq. Axşam saatlarını isə özünə vaxt ayırmaq üçün istifadə et. Sakit bir mühitdə düşünmək, sevdiyin məşğuliyyətlərlə məşğul olmaq və ya sadəcə dincəlmək ruhunu rahatladacaq. Bu günün mesajı: hisslərinə qulaq ver, amma tələsmə. Sakit qal və addımla-addım hərəkət et.